Nikola Tesla elektrik enerjisinin atası, radio dalğalarının və naqilsiz ötürmənin banisidir. Amma onun digər alimlərdən fərqləndirən cəhət təkcə ixtiraları deyildi. Onun kainat haqqında inanılmaz dərin baxışları var idi. O demişdi, əgər 3, 6 və 9-un mənasını anlasan, kainatın sirlərini taparsan. Bu cümlə 100 ildən çoxdur elm və mistikanın kəsişməsində müzakirə olunur. Tesla bu rəqəmləri kainatın əsas enerjisini açan şifrə adlandırırdı. O inanırdı ki, hər şey bu nisbətlərə əsasən formalaşır. Tesla üçün dünya maddədən yox, enerjidən ibarətdir. Hər şey səs, işıq, düşüncə, müəyyən tezlikdə vibrasiya edir. O deyirdi, əgər kainatı anlamaq istəyirsənsə, enerjini, tezliyi və vibrasiyanı düşün. Bu, onun elmi fəlsəfənin təməl cümləsidir. 3, 6 və 9 rəqəmləri riyaziyyatda təkrarlanan və balans yaradan simmetriya təşkil edir. Tesla bu rəqəmləri kainatın ritmini daşıdığını inanırdı. Tesla bu sistemlə işləyirdi. 1, 2, 4, 8, 7, 5 sonsuz dövr yaradır. Amma 3, 6 və 9 bu dövrə daxil olmur. Sanki onlar sistemin idarəçiləri kimi kənardan təsir edir. 3 başlanğıc və yaradılış, 6 hərəkət və axış, 9 tamamlanma və mükəmməllik. Bu üçlük həyatın və enerjinin dövranını izah edir. O bir binaya girməzdən əvvəl 3 dəfə ətrafında fırlanırdı. Hər şeyi üçlük sistemlə planlayırdı. Bu onun düşüncə tərzinin bir hissəsi idi. Tesla'nın bütün mühəndislik sistemləri üçlük balanslı işləyirdi. 3 fazalı elektrik enerjisi, 3 ölçülü maqnit sistemləri və s. Bu nəhəng qüllə naqilsiz enerji götürmək üçün qurulmuşdur. Onun bütün ölçüləri, nisbətləri 3, 6, 9 sisteminə əsaslanırdı. Tesla inanırdı ki, yer özü nəhəng bir rezonans sistemidir. O bu rezonansı 6 və 9-un harmoniyası ilə tənzimləməyə çalışırdı. O deyirdi, əgər bir obyektin rezonans tezliyini tapsan, onu dağıda bilərsən. Bu fikir sonradan akustik elmlərin təməlini qoydu. Tesla'ya görə insan orqanizmində vibrasiyadan ibarətdir. Düşüncələr, hisslər və duyğular hamısı müəyyən tezlikdə işləyir. Təbiətdəki spiral qalaktikalar, dəniz qabıqları, atom strukturları hamısında bu nisbətlərin izi var. Tesla üçün 3 həm də insanın daxili harmoniyasını simvolizə edirdi. Həyatın bu 3 dayağı bir-biri ilə taraz qalanda enerji axınını sərbəst olur. 6 rəqəmli davamlı hərəkət dövranı ilə dəyişimi bildirir. O kainatın nəfəsini təmsil edir. 9 rəqəmi enerjinin son səviyyəsidir. Tesla üçün bu rəqəm ilahi vibrasiya anlamına gəlirdi. Atomların dövri sistemi, musiqi notlarının aralığı, DNA spiralının döngələri hamısında bu ritm mövcuddur. Bəziləri Tesla'nı ruhi alim adlandırırdı, amma müasir kvant fizikası onun bəzi fikirlərini indi-real olaraq təsdiqləyir. Bəlkə də 3, 6 və 9 sadəcə rəqəm deyil, onlar kainatın gizli dilidir. Enerjinin, harmoniyanın və yaradılışın kodlaşdırılmış forması. Tesla bu dili anladı, amma dünya onu hələ də dərk edə bilmədi.